Salam əziz dostlar, bugün biz fitri məntiq və yazılı məntiq haqqında danışacağıq. Məntiq kitabının səhifə 18-də. Bu kitabın səhifə 18-də. Deyir ki, məntiqdə düzgün fikirləşmək metodu üçün göstərilən qaydalar şərti xarakter daşımır. Əksinə, zehnin məchullara çatmaq üçün hərəkətinin necə olmasını bəyan edir. Yəni, şərti deyil bunların heç biri. Bunların əsas həqiqətdir, yəni. Həqiqətdir. Zehnin məchullara çatmaq üçün hərəkətinin necə olmasını göstərir. Yəni, zehin məchullara çatmaq üçün necə hərəkət eləməlidir. Bunları bəyan edir. Başqa sözlə deyir desək, məntiqin qaydaları sırf göstəriş xarakteri daşımır. Əksinə, insanın zehində olan həqiqətlərdən xəbər verir. Sırf həqiqətləri bəyan edir bizim üçün. Məhz buna görə də məntiq normativ elmlərdən deyil, təsviri elmlərdən hesab etmək lazımdır məntiqi. Sırf yol göstərdiyi üçün, belə deyək, zehni hidayət elədiyi üçün bu məntiq normativ elmlərdən yox, sırf təsviri elmlərdən hesab olunur. İnsanın zehni fitri olaraq xüsusilə bir metodla işləyir. Fitri, yəni yaradılış etibarı ilə olan məntiq. İnsanın zehni yaradılış etibarı ilə xüsusilə bir metodla işləyir və özünün bu əməliyyatında hansısa bir şəxsin qoyduğu qanuna və göstərişə tabe deyil. Zehin özü özlüyündə onsuz da işləyir. Yəni, o kiminsə göstərişi ilə, kiminsə qoyduğu qanuna itaat edərək işləmir. Biz istəsək də, istəməsək də bizim zehnimiz həmin öz fəaliyyətini göstərir. Əksinə, Allahın verdiyi xilqətlə, yaradılışla öz təbii yolunu qət eləyir. Zehin öz fəaliyyətindədir. Bu təbii yol isə elə zehnin məntiqi hərəkətindən ibarətdir və fitri məntiq dedikdə də bu nəzərdə tutulur. Zehin avtomatik öz hər işini görür və bu elə özü məntiqi bir hərəkətdir və eyni zamanda fitri məntiq deyildikdə də, yəni yaradılış məntiqi deyildikdə də elə bu nəzərdə tutulur. Buna görə də fitri məntiqin yaranması ilə insanın yaranmasını eyni zamanlı hesab etmək olar. Yəni, düşünən varlıq, insan yaranan vaxtdan düşünməyə başlayıb. Deməli, fitri məntiqin yaranma tarixi insanın yaranma tarixi ilə eyni vaxtda təsadüf eləyir. Bu qanunları tənzib edib, tənzimləyib sistemləşdirmək isə insanın yaranmasından illər sonra baş verib və müəyyən tarixi vardır. Amma indi bu məntiq qaydaları ki var, bunlar tənzimlənib, müəyyən sistemləşdirilib, bu insanın yaranmasından illər sonra baş verib və onun da müəyyən tarixi var. O tarixi barəsində də qısa oxuyacağıq. Onlar kimlərdir? Aristoteldir və s. və ilaxır bunlar barəsində danışacağıq. Buna görə də bir bilik sistemi olaraq, yəni bir elm sistemi olaraq məntiq elminin yaranma tarixi ilə düşüncəli insanın yaranma tarixi arasında əsrlərlə məsafə olmasına baxmayaraq, bu heç də insanların ağıllarının ondan əvvəl məntiqsiz işləyib, müəyyən bir şəxsin vasitəsilə sistemləşmiş məntiq elmindən sonra birdən-birə bu şəxsin göstərişlərinə tabe olaraq məntiqi yolla işləməyə başlaması demək deyil. Yəni, Aristotel fərz eləyir bu məntiq qaydalarını tənzimləməmişdən qabaq. O demək deyildi ki, insanların ağlı, zehni işləmirdi və yaxud məntiqlə düşünmürdü. Bu mənada deyil. Təbii ki, insanın yaranması onun düşünməsi ilə eyni vaxtda təsadüf eləyir, məntiqi düşüncə ilə eyni vaxtda təsadüf eləyir. Sadəcə, həmin bu məntiqin qaydalarının sistemləşdirilməsi tarixi var və o da qayıdır kimin dövrünə? Aristotelin dövrünə qayıdır. Buraya qədər sağ olun.